Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademinin coğrafiya üzrə təlimçisiyəm. Bu günləri sizlər üçün litosfer havaları haqqında geniş bir məlumat vermiş olacağam. Hər il abituriyentlərin blok imtahanında istifadə olunan sual nümunələrində və eyni zamanda MİQ və sertifikasiya imtahanlarında da litosfer havalarından istifadə olunmuş olacaq. Litosfer havaları əslində çətin bir mövzu deyil, amma abituriyentlərin də xüsusilə ən çox qarışdırdığı mövzulardan biridir. İndi bu günləri baxaq görək litosfer havaları hansılardır, litosfer havaları nə işə yarayır, ümumiyyətlə bu tavada yemək bişirirlərmi, yoxsa üstündə mi gəzirlər və s. ona diqqət etmiş olaq. Bilirəm, hamımızın beyninizə yumurta bişirmək gəldi, amma o deyil. Baxın, litosfer havaları ölçülərinə görə, belə deyək də, sahəsinə görə iki qrupa bölünür. Böyük litosfer havaları və kiçik litosfer havaları. Böyük litosfer havaları 7 dənə olmuş olacaq. Məsələn, Şimali Amerika litosfer havasıdır. Sərhəddini baxın, burada qeyd etmiş oluram mən Şimali Amerika litosfer havasını. Görürsünüzmü? Bu hissə Şimali Amerika litosfer havasıdır. Daha sonra Cənubi Amerika litosfer havası olacaq. Cənubi Amerika litosfer havası bu hissəni əhatə etmiş olacaq. Afrika litosfer havası böyük litosfer havalarındandır. Baxın, buranı əhatə edəcək. Avrasiya litosfer havası da böyük litosfer havasındandır. Baxın, bu hissəni əhatə etmiş olacaq. Özünün də sərhəddi verilib burada. Sonra Hind-Avstraliya litosfer havası. Baxın, gəlin bunun rəngini dəyişək. Hind-Avstraliya rəngi dəyişmədir ki, görürsünüzmü? Baxın, bu Hind-Avstraliya litosfer havası olmuş olacaq. Bir də ki, Antarktida litosfer havası var ki, bu da böyük litosfer havalardır. Bayaqdan saydıqlarım litosfer havaları həm materik, həm də okean tipli yer qabığına malikdir. Amma sakit okean litosfer havası yalnız okean tipli yer qabığına malik olmuş olacaq. Bir dənə onu qeyd edeyim ki, sakit okeanın sahəsi, okean olaraq sahəsi, sakit okean litosfer havasının sahəsindən böyükdür. Niyə? Çünki onun tərkibində kiçik litosfer havaları mövcud olacaq. Kiçik litosfer havalarına baxsam, burada Karib litosfer havası var, burada Kokos litosfer havası var, bu hissə Naska litosfer havasıdır, burada Ərəbistan litosfer havasıdır, bu isə Filippin litosfer havasıdır. Ərəbistan litosfer havası yalnız materik tipli yer qabığına malik olsa da, digərləri okean tipli yer qabığına malikdir. Bu hissədə Juan de Fuc litosfer havası yerləşir. Burada isə Scotia litosfer havası yerləşmiş olacaq. İndi baxaq, litosfer havaları böyük və kiçik olduqlarını bildik və okean tipli yer qabığına və materik tipli yer qabığına malik olanları da bildik. Litosfer havalarının toqquşma zonasına biz deyəcəyik konvergent zonalar, ayrılma zonalarına deyəcəyik divergent zonalar. Konvergent zonanı da bölürük iki hissəyə. İki dənə materik tipli litosfer havası toqquşarsa olacaq kolliziya. Materik və okean tipli litosfer havaları toqquşarkən olacaq subduksiya. Buna diqqət etmiş olacaq. İndi materik və okean tipli litosfer havaları harada toqquşur? Baxın, məsələn, Naska litosfer havası ilə Cənubi Amerika litosfer havası bu hissədə toqquşacaq. Okeanda dərin okean çökəklikləri yaranacaq. Materikdə isə hündür dağ sistemləri olan Ant dağları yaranmış olacaq. Sonra bu hissədən sakit okean litosfer havası ilə də Şimali Amerika litosfer havasının toqquşma zonası mövcuddur. Sakit okean litosfer havası ilə Avrasiya litosfer havasının toqquşma zonası mövcuddur. Filippin litosfer havası ilə sakit okean litosfer havası toqquşur və nəticədə dünyanın ən dərin çökəkliyi olan Marian çökəkliyi yaranmış olacaq. Subduksiya zonalarıdır əsasən. Bəs kolliziya zonanı biz harada görürük? Məsələn, Afrika litosfer havası ilə Avrasiya litosfer havası toqquşur və nəticədə kolliziya zonası yaranır və eyni zamanda burada kolliziyada yaranmış adalar da mövcuddur. Aralıq dənizində Balear, Siciliya, Sardiniya, Korsika, Kipr, Krit və s. Ümumiyyətlə, gəlin divergent adaları sayaq birinci. İslandiya adası var burada. Şimali Amerikanın Avrasiya litosfer havasının ayrılma zonasında yerləşmiş olacaq. Azor adaları mövcuddur. Müqəddəs Yelena, Vozneseniya, Trinidad Dekoniya. Bunlar Cənubi Amerikanın Afrika litosfer havalarının ayrılma zonasında yerləşir. Galapagos adası var. Kokosla Naska'nın ayrılma zonasında yerləşəcək. Paska adaları isə sakit okeandan Naska'nın ayrılma zonasında yerləşmiş olacaq.
Bunlar ayrılma zonasında yerləşən adalardır. Məsələn, burada Kerguelen var, Farer adaları var. Bunlar isə sınma qırılma zonasında yerləşən adalardır. Onlar da ayrılma zonasının adaları götürürük, amma biz bilmirik onlar hansı litosfer havaların ayrılma zonasındadır. Çünki bizə məlum olan litosfer havaları deyil. Yəni çox kiçik litosfer havalardır və s. olmuş olacaq. Yəni o elmə məlum deyil, belə deyək. Bəlkə də məlumdur, sadəcə biz öyrənmirik. Daha sonra konvergent adaları sayısan, məsələn, burada Yeni Zelandiya çox böyük adalardan biridir ki, Hind-Avstraliyanın Sakit Okean toqquşmasında yaranır. Zond adaları Sakit Okeanla burada Hind-Avstraliyanın toqquşmasında, Filippin adaları Filippinlə Sakit Okean toqquşmasında, Yapon adaları Sakitlə Avrasiyanın toqquşmasında, eyni zamanda Kuril də Sakit Okeanın Avrasiyanın toqquşmasında. Sonra burada Antil, böyük və kiçik Antil adaları mövcud olacaq ki, bunlar isə konvergent zonada yaranmış adalardır. Daha sonra litosfer havalarının surətləri və eyni zamanda onların hərəkət istiqamətlərinə baxaq. Ən çox biz bu hissəni qarışdırırıq. Afrika litosfer havası şimal-şərq istiqamətində, eyni zamanda Ərəbistanda şimal-şərq istiqamətində hərəkət edir. Amma Ərəbistan litosfer havası daha sürətli hərəkət etdiyi üçün Afrika litosfer havası da ondan zəif hərəkət edir və burada Qırmızı dənizin sahəsi genişlənir. Daha sonra burada Aralıq dənizin sahəsi kiçilir. Somali yarımadası isə buradan şərqə doğru hərəkət etmiş olacaq. Afrika litosfer havası ildə 1,9 sm sürətlə, Ərəbistan isə 4,9 sm sürətlə hərəkət etmiş olacaq. Buna mütləq şəkildə diqqət yetirməliyik. Daha sonra məsələn, Şimali və Cənubi Amerika litosfer havaları qərbə doğru hərəkət etsə də, Avrasiya litosfer havası, Afrika litosfer havası şərqə doğru hərəkət edir və nəticədə bunlar arasında ayrılma zonaları baş vermiş olacaq. Azərbaycan ərazisi Afrika, Ərəbistan və Avrasiya litosfer havasının bir hissədə toqquşma zonasında əmələ gəlir. Burada Himalay dağları Hind-Avstraliya ilə Avrasiyanın toqquşma zonasında yaranmışdır. Məsələn, Ant Kordilyer, məsələn, Ant dağları Nazca ilə Cənubi Amerikanın, Kordilyer isə Şimali Amerika ilə Sakit Okean litosfer havalarının sərhədində yaranır. Sakit Okeanla Şimali Amerika eyni istiqamətdə burada hərəkət etsələr də, onların bir toqquşma zonası mövcud olacaq. Buna mütləq şəkildə diqqət yetirməliyik. Başqa litosfer havaları haqqında deyəcəyimiz, yəni abituriyentlər üçün deyəcəyimiz hər hansı bir xüsusi qeydlərimiz yoxdur. Ümumiyyətlə, yəni imtahana düşdükdə bu formada düşəcək. Ya konvergent zonalarını soruşacaq sizdən, ya divergent zonalarını soruşacaq, ya da ki, konvergent və divergent zonada yerləşən adaları soruşacaq. Bir-birindən toqquşma olan hissələr, yəni hansı materiklər, hansı litosfer havaları toqquşur və s. onu soruşacaq. Yalnızca saxlayın, dünyanın əsas geosignal qurşaqları Ant Kordilyer geosignal qurşağıdır, Alp Himalay geosignal qurşağı, Sakit Okean odlu qövsüdür və bəzən isə Antarktidada yerləşən Orta Okean sıra dağlarını biz nəzərdə tutmuş olacağıq. Həmin o geosignal ərazilər, vulkan və zəlzələ proseslərinin baş verdiyi ərazilər elə litosfer havalarının sərhəddidir. Məsələn, bu Afrikanın bu hissəsində biz zəlzələnin olmasını deyə bilmərik. Deyirik, əslində, amma orada geosignal ərazi deyil. Məsələn, Avstraliya ərazisində biz deyirik, zəlzələ baş verir, amma ki, geosignal ərazi deyil. Necə zəlzələ baş verir? Məsələn, bu hissələrdə toqquşma zonalarında titrəyişlər gəlib həmin hissəyə çata bilir. Başqa biz nəyə qeyd etməliyik burada? Əsas, bir də ki, Şərqi Afrika sınma zonası var ki, bura sərhəddə yerləşməsə belə geosignal ərazi sayılır. Nəyə görə? Çünki burada sınma, qırılma zonası mövcuddur. Eyni zamanda İslandiya adasında da həmin sınma, qırılma zonalarından var ki, bu da Tingvellir Milli Parkında yerləşmiş olacaq. Orada Avrasiya ilə Şimali Amerika litosfer havalarının ayrılma zonasıdır. Başqa hər hansı bir qeyd edəcəyimiz hissə mövcud deyil. Zəlzələ və vulkanların baş verdiyi ərazilər, yəni yerin daha mütəhərrik hissələrinə geosignallar deyirik, amma yerin daha sabit hissələrinə isə platforma deyilmiş olacaq. Azərbaycan ərazisi geosignal ərazidə yerləşmiş olacaq. Belə, sizin də hər hansı bir sualınız və ya qeydləriniz olduqda mütləq şəkildə rəy bölməsində qeyd edin. Noyabr üçün açılmış yeni qruplarımıza qoşulmaq üçün isə 077 598 38 00 nömrələri ilə mütləq şəkildə əlaqə saxlaya bilərsiniz. Sağ olun, gələn videolarımızda görüşmək ümidi.